Sen Fatih Kheyber, Heyder, Heyder. Sen Fatih Kheyber, son işini peygamber, ümmet İslam'a server. Sen ağamız, sen duamız, sen bize rehber. Ya ele Mevla şanına kurban, sahibi tekva, sahibi iman. Şanına ehli asiman eyran, şanına ehli asiman eyran. Mevla, Mevla, ya Mevla. Var. Güzel bir bayram ehval ruhiyeli tedbirimiz olacak. Her birinizin bir daha bayramınız mübarek olsun. Hazreti Ali Aleyhisselam'la Allah her birinizi məhşur eləsin inşallah. Amin. Tedbirimize Allah kelamıyla başlayırıq. Kur'an-ı Kerim'le başlayırıq. Kur'an-ı Kerim'den ayeler okunacak inşallah. Bizim Azerbaycanımızın, ülkemizin değerli Kur'an qarisi, beynəlxalq qarimiz Hacı Ruslan Qasımovu dəvət edirik. Onun güzel sesiyle Kur'an-ı Kerim'den ayeler eşidək. Peygamber ve Ehl-i Beytine bir daha salavat edin. Esselamu Aleyküm ve Rahmetullah ve Berekatuhu. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم سنة من قد أرسلنا قبلك من رسلنا ولا تجد لسنتنا تحويلا أقم الصلاة لدلوك الشمس إلى غسق الليل وقرآن الفجر إن قرآن الفجر كان مشهودا ومن الليل فتهجد به نافلة لك عسى أن يبعثك ربك مقاما محمودا أقم الصلاة لدلوك الشمس إلى غسق الليل وقرآن الفجر إن قرآن الفجر كان مشهودا ومن الليل فتهجد به نافلة لك عسى أن
ومن الليل فتهجد به نافلة لك ومن الليل فتهجد به نافلة لك وعسى أن يبعثك ربك مقاما محمودا. ومن الليل فتهجد به نافلة لك عسى أن يبعثك ربك مقاما محمودا. وقل رب أدخلني مدخل صدق وأخرجني مخرج صدق وأخرجني مخرج صدق واجعل لي من لدنك سلطانا نصيرا. وقل جاء الحق وزهق الباطل وقل جاء الحق وزهق الباطل إن الباطل كان زهوقا. وننزل من القرآن ما هو شفاء ورحمة للمؤمنين ولا يزيد الظالمين إلا خسارا. وقل جاء الحق وزهق الباطل وقل جاء الحق وزهق الباطل إن الباطل كان زهوقا. بسم الله الرحمن الرحيم. اليوم أكملت لكم دينكم وأتممت عليكم نعمتي
Hacı Mevlel Muvahhidin, Emirel Müminin Ali aleyhisselamın adına layıklı bir salavat hediye edin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Allah hacıdan razı olsun. Bizim değerli qarimiz, Allah ömrüne bereket versin. Amin. Azerbaycanımızın fəxridir. Hacı gelirsen inşallah. Ya Allah. Kur'an-ı Kerim'den ayeler okundu. İsra suresinden okundu. Ca'al hak ve zehekal batil. İnnel batile kâne zahuka. İmam Mehdi Eccelallahu Teala Ferecehu Şerif'e ait olan bir ayeti meşhurdu. Hak geldi, batil gitti. Hakikaten de batil mehve mehkumdu. İnşallah Allah bütün sevenlerinin gözlerini imamın zuhuruyla aydınlaştırsın. İmamın zuhuruna Allah tecil versin inşallah. Salavat edin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Ve güzel ayeler yine de devamlı okudu. Maide suresinden meşhur ayeni El-yevme ekmeltu lekum dinekum ve etmemtu aleykum ni'meti ve raditu lekumul İslam'e dina. Çok güzel ayet, mübarek ayet inşallah. Hacılar, ruhanilerimiz toxunarlar inşallah. Bu aye məhz Qədirxumda nazil olub. Bu möhtəbər, möhtəşəm, mübarək ayə Qədirxumda nazil olub. Fəhəzə aliyyun məvla. Mübarək olsun inşallah bir daha. Bizim bu bayramımızda güzel insanlarımız iştirak edirlər burada. Bu güzel qəsəbədə, güzel insanların karşısında güzel, değerli insanlar çıxış edəcəklər. Bizim axundumuz, bu məscidin imamı Hacı Mübariz, Allah haccını qəbul eləsin. Sabah inşallah vətənə qayıdır. Allah ziyarətini qəbul eləsin inşallah. Gəlib onu da xoş gəldin deyəcək, ziyarətini eləyəcək. Və burada əlbəttə onun nümayəndəsi bizim değerli imam muavini Kərbəlayı Elvin də iştirak edir. Onu da sözünü eşidəcək inşallah çıxışını. Ama axsaqqalımız var burada, ruhanimiz var burada. Değerli Hacı Həsən iştirak edir burada. Təbii ki ilk olarak axsaqqala sözü vermək istəyirik. Değerli ruhanimizə sözü vermək istəyirik. Onun da təbrikini eşidək, çıxışını eşidək. Peyğəmbər və əhl-i beytinə güzel bir salavat hediye edin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Gel hacı. Buyur. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve sallallahu ala seyyidina ve nebiyyina ve illeti vücudina Muhammedin ve alihi teyyibine tahirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. La siyem ibn ammihi ve ahihi Mevlana emiril mu'minin Ali ibn Abi Talib aleyhissalatu vesselam. واللعن الدائم على أعدائهم ومخالفيهم وغاصب حقوقهم ومنكر فضائلهم ومناقبهم أجمعين من الآن إلى يوم الدين. İlk əvvəl Həzrət İmam Mehdi Əccelallahu Fərəcəhu Şərif İmam Zaman ağanın məhzərinə və ondan sonra siz əzizlərin məhzərinə təbrik deyirəm. Dünən ki gündür, Zilhicce ayının 18-i İmam Cəfər-i Sadiq Aleyhissalatu vesselam buyurub, bütün ilahi peyğəmbərlər Zilhicce ayının 18-ində öz ümmətləri arasında öz vəsilərini təqdim edib tanıtdırırlar. O cümlədən Xatəmül Ənbiya Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyh. Allahümme salli ala Muhammed və ali Muhammed.
öz vəsisi, Allahın hüccəti, Əmirul Müminin Həzrət Əleyhisselamı ilahi əmrlə, Allahın əmri ilə məhz Zilhiccə ayının 18-də Qədirxum məntəqəsində tanıtdırdı, o əmri bəyan elədi. Və elə bir əzəmətli gündür. Mən bu sözü son günlər təkrar edirəm. Bu dəyərləri müqayisə eləmək, yəni mənim adətim deyil, onu o qədər də düzgün bilmirəm. Lakin istəyirəm bu günün, yəni Qədir gününün inşallah ki, əzəmətini bir daha düşünək deyə, dərk edək. Bizim nə qədər müqəddəs günlərimiz ki var, böyük günlərimiz var. Məsələn, Allah sizlərə ərbəyin İmam Hüseyin əleyhissalam nəsib eləsin. Çox əzəmətli günlərdir. Amma onların heç birini, heç bir günü mən məsum sözünə arxain olaraq, dəlil götürərək əlimdə deyirəm ki, heç birini Qədirxumla müqayisə etmək olmaz. Çünki İmam Sadiq əleyhissalam həmin günün fəzilətini bəyan edərkən və sual edən ki, o bayram haqqındakı sual etmişdi. Həzrət buyurdu ki, bəli, Allahın böyük bayramı, Eydullahil Əkbər, onun fəziləti haqqında danışandan sonra, hansı ki, əzizlərim, keçən il mənim yadımdadır, o rivayəti biraz təfsilatı ilə demişdim sizə. Və İmam Sadiq əleyhissalam bir söz buyurdu ki, əzəəmtə, belə zənn edirsən ki, Allah bundan böyük bir, bunun kimi bir gün xəlq edib, la vallahi, la vallahi, la vallahi. Üç dəfə burada, xeyr, and olsun Allaha, yox, and olsun Allaha. Allah bundan üstün bir gün, şərafətli bir gün xəlq etməyibdir. Və Hacı qardaşım işarə elədi, heç mənim məqsudum deyildi, yəni qəsdində yoxdur onu demək. Hacı Oktay əzizimiz buyurdular, bəli, o İkmal ayəsini ki oxudu, əziz qarimiz oxudu, hacılar ki bu barədə toxundu, danışdı. Biz ruhanilər danışanda Qur'an-ı Kərimin bir ayəsi ki var, İn təuddu ni'mətəllah, la tuhsuha. Əgər Allahın nemətlərin sayasız, sayıb qurtara bilməzsiniz. Bu qardaşlar hamısı maşallah ki, moizə xiridarıdırlar, bəli ki, mənbər xiridarıdırlar. Ayədən ni'məllah gəlmir, bir müfrəd gəlir, ni'mətəllah. Biz ki, deyirik, Allahın nemətlərin sayasız sayıb qurtara bilməzsiniz, düzdür, Allahın nemətləri sayasız hesabsızdır. Amma ayə bu cürdür Qur'anda baxsınız. İn təuddu ni'mətəllah, müfrəd gəlir, bir nemət. İn təuddu ni'mətəllah, ni'məllah deyir orada. O hansı nemətdir ki, onun sayı hesabı yoxdur, sayın qurtarmaq mümkün yoxdur. Bu ayə ki var, o hansı nemət ki, və ətməntu aleykum ni'məti, bugün Qədirxum günü sizə olan nemətimi tamamladım. Əmirul Müminin Həzrət Əleyhisselamı bəyan eləyəndən sonra bu ayə nazil oldu. Əl-yevmə əkməltu lakum dinəkum, bugün sizin dininizi kamil etdim, sizə olan nemətimi tamamladım. Nemətdən məqsəd Əmirul Müminin Həzrət Əleyhisselamdır. İnnəllaha cəalə li əxi Aliyyin, Allah qardaşım Əli üçün Peyğəmbər Əkrəm buyurub sallallahu aleyhi və aleyhi. Allah o qədər ona fəzilətlər bəxş edib, la tuhsa, saya hesaba gəlməz, saysız hesabsızdır. Və Qur'an da buyurur ki, in təuddu ni'mətəllah, la tuhsuha. Mən bir rivayət deyəcəm inşallah, əziz ki, Əhl-i Beyt məddahları iştirak edirlər ki, onların xidmətindən istifadə edəcək, qəlbimizdə olan o Əli məhəbbətini diqqətə gətirəcəklər. Bu məclisin ərsəyə gəlməsində hər növ zəhməti olanlar var. Allah ömürlərinə, qazanclarına, kəsblərinə Allah bərəkət versin. Allah siz əzizlərimi hifz eləsin. Və əziz Hacı Mübariz qardaşım, bu günləri müqəddəs Mədinə şəhərindədirlər. Həc ziyarətini qurublar Mədinə, başa Mədinə şəhərindən. Bugün danışmışıq onu ilə, telefonla bayramlaşmışıq. Allah onun xidmətlərin daha da âli eləsin inşallah. Allah hifz eləsin əziz qardaşımı. O rivayəti deməmişdən qabaq, amma gəldi qəlbimə istəmdiyim. Şəm iki rövşən olur yanmağa pərvanə üçün. Allah rəhmət etsin, böyük Seyyid Əzimindir o. Şəm iki rövşən olur yanmağa pərvanə üçün, yanmağından dəxi pərvanəyə pərvanə üçün. Verməyim xalıva ey gül, niyə mən dünyanı? Çəkdi cənnətdən əl-adəm elə bir danə üçün. Bilmirəm, zülfün üçün şanəni xəlq etdi Xuda, ya ki zülfi siyahin xəlq eləyib şanə üçün.
Bunca kim hüsnünü Qur'anda vəsf etdi xuda, bilmişəm ki, eləyib məşq onu meyxanə üçün. Piri meyxanə Əlidir, odur Ənbaricəli. Əmirul Möminindir. Piri meyxanə Əlidir, odur Ənbaricəli. Aşinanı tanı seyr eyləmə biganə üçün. Olmasaydı gil Adəmdə cəmalından əsər, qabil olmazdı onun tinəti peymanə üçün. Seyyida, eyləmə övsaf-ı Əlidən qeyri. Seyyida, eyləmə övsaf-ı Əlidən qeyri. Ömrünü sərf eləmə hər yetən əfsanə üçün. Əmirul Möminin Həzrəti Əli əleyhissalatu vəssalamın şənindən. Amma fəzilət o fəzilətdir ki, nəinki dost-dostu tərif edir. Fəzilət odur ki, əqərrə bihil xəsm, düşmən onu dilə gətirib deyər, düşmən etiraf edir. Əbbasi xəlifələrindən olan Harun əl-Rəşidin oğlu Məmun. Amma Əbbasi xəlifələri arasında elmə, elm əhlinə qiymət verməklə, elmi münazirələr qurmaqla ki, yəni belə şeylərə çox üstünlük verərdi. Bir gün sübh namazından sonra bütün o dövrün müfəssir, təfsir alimlərin, tarix alimlərin, din alimlərin cəm edib və belə bir sual mətrəh edir, ortalığa getirir ki, Əbbasi xəlifəsi olan o zalim Məmun deyir ki, Peyğəmbər əleyhissalamın zamanında o səhabə, onların arasında imtiyaz, hansı səhabə üstün sayıla bilər, hansı cəhətə görə bir səhabəni digərlərindən fərqləndirən imtiyaz, ilk əvvəl meyar ölçü nədir? Dedilər ki, ilk əvvəl bundan ibarətdir ki, birinin digərlərindən üstün olması, əvvəlinci kim iman gətirib o? Peyğəmbəri təsdiq edən əvvəldə kim? Hansı səhabə ilk Peyğəmbəri tanıyıb, yəni iman gətiribdir? Əmirul Möminin Həzrəti Əli əleyhissalam ki, Allahın mələkləri məni ilə Peyğəmbərə 7 il Allahın mələkləri kişilərdən yalnız biz 2 nəfərə salam salavat deyib. Çünki bu qübbə altında, bu dünya altında 7 il ərzində biz ikimizdən başqa namaz qılan olmayıbdır. Əliyyun əvvəlul müminin, Peyğəmbər əkrəm buyurur, möminlərin əvvəlincisi odur, möminlərin əmiri odur. Ma min ayətin fil Qur'an, Qur'anda nə qədər ki, ya eyyuhəllezine amenu ayəsi var, illa əliyyun rəsuha və şərifuha, o ayənin başı, o ayənin şərifi, əmiri, əmirul müminin Həzrəti Əli əleyhissalam. Bəs Məmun deyəndə ki, imtiyaz nədir? Ən birinci imtiyaz iman cəhətdən, ilk iman gətir. Əs-sabiqun, əs-sabiqun, ulaikəl müqarrabun. Allah Qur'an-ı Kərimdə buyurur ki, sabiqlər ilə sabiqlər. Öncə iman gətirənlər, onlar ilə öndədirlər. Ən birinci iman gətirən əmirul müminin bütün səhabədən üstündür. Məmun dedi, bu cəhəti qoyaq kənara. Ondan sonra imtiyaz nədədir? Üstünlük meyarı nədədir? Dedilər ki, ondan sonra elm cəhətindən. Elm baxımından səhabələr içərisində ən elmlisi kimdir? Ənə Mədinətul elm Əliyyun bağlığa. Mən elmin şəhəri, Əli onun qapısıdır. Peyğəmbər əkrəm buyurub sallallahu aleyhi və aleyhi. Əlləməni Resulullah əlfə babı minər elm. Peyğəmbər mənə elmdən 1000 qapı öyrətdi. Hər qapıdan da 1000 qapı açılır. Bu ümmətin alimi Əli ibn Əbi Talibdir. Həzrəti Əli əleyhissalamdan elmdə üstünü yoxdur. Məmun dedi, bunu da qoyaq kənara. Ondan sonra imtiyaz, üstünlüklə ilə ölçülü, tarazu, meyar. Dedilər ki, Peyğəmbərə yaxınlıq, qohumluq, əlaqəsi olan kimdir? Əmirul Müminin, əxu Rasulillah, Peyğəmbərin qardaşıdır. Qur'an-ı Kərimdə ayə nazil oldu ki, İnnəməl müminun ixvə, müminlər qardaşdılar. Ayəsi nazil oldu. Hələ özünə bab olan adamlarla, indi adlarını çəkmirəm. Məsələn, birin qoydum ki, Əbdülrəhman ibn Ofla Osman ibn Əffan arasında sahabələr, hələ özünə bab, müvafiq adamla qardaşlıq oldu. Bircə Əli əleyhissalam qaldı və gözü doldu yaşla. Niyə ağlayırsan Əli? Dedi, ya Resulallah, hamının qardaşı oldu, mənə qardaş qalmadı. Mənim üçün qardaş qərar vermədi. Ya Əli, əntə əxi fid dünya vəl axirə. Sən mənim qardaşımsan, dünya və axirətdə. Peyğəmbər Əkrəmin
ciğer parası olan Fatimə Zəhra salamullah əleyhanın həyat yoldaşı, Peyğəmbərin əmsi oğlu, ən yaxını. Bəs Peyğəmbərə ondan yaxın yoxdur. Bu meyarda da, bu imtiyazda da ondan üstünü yoxdur. Ondan sonra hansı meyar var? Dedilər ki, ey xəlifə, şücaət, qəhrəmanlıq, igidlik, səhabələr arasında kim daha çox şücaət göstəribsə üstün odur. Ən qəhrəman, ən şücaətlisi kimdir? Allahın aslanı, Əsədullahil qalib. Bir zərbəsi ki, insi cinnin ibadətindən üstündür. O şəxsi ki, igidlikdə, qəhrəmanlıqda Allah onun üçün Zülfiqar nazil edib, Əli kimi igid, cömərd yoxdur, Zülfiqar kimi kəsərli qılınc yoxdur. Səlavat Peyğəmbər, Ali Peyğəmbər. Allahümmə səlli ələ Muhammed və Ali Muhammed. Bəs başqa hansı imtiyaz qaldı? Dedilər ki, hicrət baxımından kim hicrət edib, Əmirul Müminin Həzrət Əli əleyhissalatu vəssalam, İmam Zeynul Abidin əleyhissalam Yezid məlunun huzurunda ki, Şamda dediyi xutbədə Ənəbnü mən Hacərə hicrəteyn, 2 dəfə hicrət eləyənin oğluyam mən. Bir dəfə hicrət eləmişdi Məkkədən Mədinəyə, bir dəfə də Mədinədən Küfəyə hicrət eləmişdi. 2 dəfə hicrət eləyənin oğluyam. Qədirxun günü Peyğəmbər Əkrəm buyurdu və bununla tamam elədim inşallah. Fərzdir ki, ola siğar-ı kibar, Allah rəhmət etsin, dahi Füzulunundur. Fərzdir ki, ola siğar-ı kibar, mail-i hubb heydər-i kəllar. Vacibdir ki, balacadan axsaqqala qədər, ağbirçəyə qədər, kiçikdən böyüyə, hamısı heydər-i kəlları sevsin, onun məhəbbəti olsun qəlbində. Niyə? Onun üçün demiş Resulullah, Həzrəti Həqqə, valimən vala. Ey ki lütfi ilahə talibsən, ruzi məhşər nicatə rağibsən, olma ol şaha düşməni bədxah, hədəfi tiri adimən ada. Peyğəmbər Əkrəm buyurub ki, Allahümə valimən vala. Allah əlini sevəni sev, əlini dost tutanı dost tut, əlini düşmən biləni düşmən bilginən. Ey ki lütfi ilahə talibsən, ey Allah lütfini istəyən, qiyamət günü nicət tapmaq istəyən, əgər bu fikirdəsənsə, bu arzudasansa, özünü Peyğəmbərin qarğışına tuş gətirmə, o şahın düşməni olma ki, Peyğəmbərimiz nifrət edib, Allahümmə adimən ada, ey ki lütfi ilahə talibsən, ruzi məhşər nicatə rağibsən, olma ol şahə düşməni bədxah, hədəfi tiri adimən ada. Allah qəlbimizdə olan Əli və övladı Əlinin məhəbbətini Allah daha da cilvələndirsin, ziyadə eləsin inşallah. Bu gözəl bayramları İmam Zaman Ağa Cəlallah Fərəzəv Şəriflə keçirməyə Allah nəsib eləsin. Bayramımız mübarək olsun. Esselamu aleykum və rəhmətullahi və bərəkatuhu. Ya Əli mədəd. Hacının Allah ömrünə bərəkət versin, salamatlığına salavat edin. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Değerli meclis ehli, değerli Kur'an ehli, Əhl-i Beyt severler, güzel insanlar. Dünən burada, bu məsciddə Kur'an müsabiqəsi yarışması keçirilib. Bu yıl inşallah o yarışmanın qaliblərinə hədiyyə olacaq. Elə buna görə də bu hədiyyələri, diplomları təqdim etmək üçün söz veririk bizim əzizimiz Kərbəlayı Elvin məscidimizin imam mavini Kərbəlayı Elvin buyursun inşallah, salavat hədiyyə edin. Allahümmə salli ala Muhammed və Ali Muhammed. Bismillahirrahmanirrahim. Mən də ilk öncə hər birinizin bayramını təbrik edirəm. Bayramınız mübarək olsun. Allah Teala bizləri dünya və axirət, Əli və övladı Əlidən ayrı salmasın. Hacıdan sonra hacının yanında mənim danışmağım nöqsan olar. O səbəblə də bayram günü olduğu üçün bir hədis deyəcəm qısa şəkildə. Daha sonra isə inşallah dünənki müsahibənin qaliblərinə hədiyyələri təqdim edəcəyik. İmam Əli əleyhissalam buyurur ki, təkəbbür insanı başqasının həqiqətini qəbul etməkdən saxlayar. Niyə bu hədisi dedim?
Az öncə də qeyd olunan ayədə bildirilir ki, "Əl-yevmə əkməltu lekum dinikum." Bugün sizin dininiz kamil olur. Niyə görə məhz Qədirxum günü dinin kamillənmə günüdür? Bütün Peyğəmbərin risaləsi bundan asılıdır. Çünki insanın ən böyük imtihanı hədisdə deyildiyi kimi özündən üstün insanı qəbul etməklədir. Necə ki iblis bütün Allaha ibadət edirdi, gəldi harda axsadı, təkəbbürü ortaya çıxdı. Adəmə səcdə məsələsində ortaya çıxdı ki, ondan üstün idi, səcdəni qəbul etmədi. Və ya misal versək, Həzrəti Yusufun qardaşları Allahı da qəbul edirdilər. Digər ilahi peyğəmbərləri də atası Həzrət Yaqubu da qəbul edirdilər. Harda axsadılar, öz qardaşlarının üstün olmaqlarını qəbul edə bilmədilər. Deməli, əsas Qədirxumda əsas məsələ odur ki, kimlər Qədirxumda Həzrət Əlini qəbul edə bilirdilər, təkəbbürdən uzaq şəxslər idi. Kimlər ki, bunu qəbul edə bilmədilər, deməli ki, onların qəlblərində xəstəlik var idi. Allah Teala bizləri dünya və axirət bir daha deyirəm, Əli və övlad Əlidən ayrı salmasın. Bir daha bayramınız mübarək olsun inşallah. Dünən məscidimizdə tələbələr arasında Quran-ı Kərim yarışması oldu. Bu səbəblə də ilk 3 yeri tutan şəxslərə, şagirdlərə hədiyyələrimiz var və sertifikatımız var. İndi bir-bir mən onların adlarını çəkəcəm. 3-cü yerdən başlayaraq onları bura dəvət edib hədiyyələrini inşallah təqdim edəcəm. Üçüncü yerin qalibi Pirallahın məscidində Qədirxum bayramı münasibətilə təşkil edilmiş Quran müsabiqəsində Bəbirova Zəhra 3-cü yerə layiq görülmüşdür. Öz hədiyyəsini almaq üçün bura dəvət edirik. Salavat zikr edin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Təbrik edirik. Peygamber Əhl-i Beytindən salavat zikr edin. Allahümme salli ala Muhammed ve ali Muhammed. İkinci yerin qalibi isə Fətullayeva Aylindir. Onun da öz hədiyyəsini və sertifikatını almaq üçün bura dəvət edirik. Əziz Peyğəmbərimiz və Əhl-i Beytinə gözəl salavat edirin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Təbrik edirik. Təbrik edirik. Allah müvəffəq edin. Allah Qurandan ayrı salmasın bu balaları. Allah bizi Qurandan və Əhl-i Beytdən ayrı salmasın. Həmişə əlimizdə Quran olsun, evlərimizdə Quran olsun. Amin. Qəlbimizdə Quran olsun, əməlimizdə Quran olsun inşallah. Buyurun. Əsas indi gəldik yarışmamızın qalibinə. Birinci yeri tutan Səlimzadə Məsuməni hədiyyəsini almaq üçün bura dəvət edirik. Ya Allah, salavat hediye edin Peygamber ve Əhl-i Beyt'e. Allah sağlasın balamı, maşallah olsun. Allah seni sağlasın. Allah bütün kız bağları sağlasın. Allah övlad həssəsində olanları tezliklə sevindirsin. Bu gözəl, möhtərəm bayrama xatir, Həzrəti Əli əleyhissalamın ehtiramına xatir inşallah. Qəlbən amin deyin. Amin. İnşallah digər yerləri tutanlar üçün də inşallah Quran-ı Kərim hədiyyəmiz olacaq. Allah Teala hər bir uşağı müvəffəq eləsin. Allah bizləri dünya və axirət Quran və Əhl-i Beytdən ayrı salmasın. Assalamu aleykum və rəhmətullah. Salavat edin. Allahümme salli ala Muhammed ve ali Muhammed. Məclislərin yaraşığı salavatdır Peyğəmbərin və Əhl-i Beytinə salavat göndərməkdir, salam göndərməkdir. Mələklər salam göndərir onlara. Allah İnnəllâhe və mələikətəhu yusəllûne alən-nəbi ya eyyuhəl-ləzīne âmenû sallu aleyhi və səllimu təslima. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bizim bir hacda olanda bir qrupumuzda bir nəfər var idi. Hər addım başı salavata başlayırdı.
Biz o vaxt avtobusla getmişdik. 5000 kilometr o yan, 5000 bu yan, 10.000 kilometr, 10.000 də bəlkə salavat deyirdi. Bəziləri var idi, bezmişdi həqiqətən. Düzdür, bezdirici həddə gətirmişdi. Adam salavat deməkdən bezməz. Bəziləri var da könülsüz də olaraq, bəziləri də salavat deyəndə elə bilir ki, elə əlini çəkməlisən üzə, vacibdir. Vacib deyil, xeyr. Çəkmək də olar, iki əli də çəkmək olar, çəkməmək də olar. Bəziləri var idi, elə əlini çəkirdi. Axırda deyir, üzüm yara olub, ay yaracı, üzüm yara olub. Bir xoş əhval-ruhiyyə olsun, bayram əhval-ruhiyyəsi olsun deyə dedim. Amma əlbəttə bezdirici həddə olmamalıdır. Bəziləri mərifəti yoxdur, bəziləri bilmirlər bunun mahiyyətini. Həddində olsa çox gözəldir. Amma mən də həddimi açsam, mənə deyərlər, ağalar, ustadlar mənə deyərlər, o qədər salavatı çox deməyim. Amma canımız fəda olsun əziz Peyğəmbərimizə, canımız fəda olsun Əhl-i Beytinə. Bayaq dediyim kimi, ayə dedim, Allah mələkləri salavat göndərirsə, biz niyə göndərməyək? O şərəfli insanlara, o fəzilətli insanlara, o pak, itrətli insanlara niyə biz salam göndərməyək axı? Bəşəriyyət onlara borcludur. İnsanlıq aləmi onlara borcludur. Mələklər hətta onlara salavatı sevərək deyirlər. Onlar sevinclə, şadyanalıqla əziz Peyğəmbərimiz və Əhl-i Beytinə salavat, salam deyirlər. Biz niyə deməyək? Bir daha salavat deyək inşallah. Allahümmə salli ala Muhammed və ali Muhammed. Ha əliyyum bəşərun keyfə bəşər. Rabbuhu fihi təcəlla və zəhər. Bəh. Ustadlardan üzü istəyirəm cəsarətimə görə. Bu əli necə bir bəşərdir, amma necə bir bəşərdir. Rəbbi təcəlla etmişdir onda. Hər addım başı Allahı xatırladan insanlar var. Bəzi insanlar var ki, hər addımları, hər kəlmələri Allah'a xatırladır. Bu insanların fövqündə, başında Əhl-i Beyt durur. Əmirəl-Mu'minin, Mevləl-Müvəhhidin, Əli ibn Əbi Talib əleyhissalam durur bu insanların başında. Arif deyəndə Əli əleyhissalam yada düşür. Mümin deyəndə Əmirəl-Mu'minin yada düşür. Bax, bu insanlar həqiqətən də necə bir insan olublar, bəşər olublar. Şair davamında çox gözəl deyir. Mən matə və ləm ya'rifuhu mavtu himarin və bəqər. Ona görə də hər birimiz imamımızı tanımalıyıq. Hər birimiz Əhl-i Beytimizi tanımalıyıq. Bu məclislərin də təşkilində səbəb Əhl-i Beyti yaxından tanımaqdır. Allah əcir versin sizə, Allah mükafat versin sizə. Tədbirimizi davam edirik. Gözəl Əhl-i Beyt məddahları var burada. Öz səsləri ilə Əhl-i Beyt qapısında xidmət edən insanlar var burada. Və təbii ki, iştirakçılar arasında da, analarımız, bacılarımız arasında da bizim atalarımız, axsaqqallarımız, gözəl insanlarımız, nur üzlü insanlarımız var burada ki, ömürlərini sərf ediblər. Allahın kitabı, Quran-ı Kərimə və Allahın o pak məxluqları olan Əhl-i Beytə xidmət edirlər. Bəzən olur ki, bax, qardaş su paylamaqla, o da xidmətdir. Bunu da böyük bir xidmət hesab etmək lazımdır. Baxmayaraq, özü fərqində deyil. O qardaşımız özü onun fərqində deyil. Su paylamağı düşünür, adi su verirəm də. Vallahi, billahi, bunun o qədər dəyəri var. Misli yoxdur. Bizim Əhl-i Beyt məddahlarına eşq olsun, salam olsun. Mən dəvət etmək istəyirəm. Hacı Teymur Şirvanını inşallah onun səsindən, onun nəfəsindən istifadə edək, faydalanaq. Qəlbimiz Əhl-i Beyt məhəbbəti ilə təravət tapsın. Peyğəmbər camalına salavat hədiyyə edin. Bismillahirrahmanirrahim. Başlarca mehriban Allah'ın adıyla. Bəndə də öz növbəsində bu gözəl bayram münasibətilə başda ağamız, Mevlamız, zəmanə sahibi İmam-ı Zaman ağamız başda olmaqla bütün
Əhl-i Beyt dostları, Əli aşıqlərin təbrik edirəm inşallah. Allah Teala bizləri dünya və axirət Quran, Əhl-i Beyt əleyhissalamdan, Əli və övladı Əlidən ayrı düşməyə izin verməsin inşallah. Bu niyyətə də bir gözəl, nurani salavat zikr eləyək. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bilmirəm, sərindir deyəm, ya soyuqdur deyəm. Yəqin ki, soyuqdur. Ona görə çox yormayayım sizləri. Seyid Peyman qardaşım da buradadır. Amma elə bilirəm, qəlbimizə bir istilik verən bir ad ki, Əlini, Əli adın eşqlə desək, elə bilirəm, o soyuqluq da gedəcək. Həm vücudumuz, həm ruhumuz istilənəcək inşallah. Bağda açıb gönçələr, bülbül oxur nəğmələr, Heydər olubdur əyan, şad olub ayinələr. Yar-ı Peyyəmbər Əli, Fatih-i Xeybər Əli, Yar-ı Peyyəmbər Əli, Fatih-i Xeybər Əli, 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 can Əli, biz sənə qurban Əli, 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 biz sənə qurban. Nə qədər sevirsən, aşıqsən bu ada, hamı, Əli, Əli, biz sənə qurban Əli, 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 biz sənə qurban Əli. Şir-i xudasan Əli, kan-ı vəfasan Əli, ləngər-i ərz-u səma, qiblə nümasan Əli, Fatimə binti Əsəd etdi sənə iftixar, ey gül-i bağ-ı bəxar, xilqətə ayinədar. Yar-ı Peyyəmbər Əli, Fatih-i Xeybər Əli, Yar-ı Peyyəmbər Əli, adına qurban Fatih-i Xeybər Əli, 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 can Hərəkallah, biz sənə qurban Əli, Hərəkallah, Əli, Əli, biz sənə qurban. Bir dəfə də bundan ucadı qurban olum sənə. Əli, Əli, biz sənə qurban Əli, 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 can Əli, biz sənə qurban Əli. Natiq-i Quran Əli, məzhər-i iman Əli, xilqətə məna verən, yer göyə fərman Əli, gəldi Nəbi yavəri, Fatimənin dilbəri, aləmə təfsir edib, həq buyuran Kosəri. Yar-ı Peyyəmbər Əli, Fatih-i Xeybər Əli, Yar-ı Peyyəmbər Əli, Fatih-i Xeybər Əli. Bilmirəm bu adda nə var, nə sirri var, nə bərəkət var. Adı gələndə qurban olum adına, məclisə bir mənəvi ab-ı hava gəlir. Əli, Əli, biz sənə qurban Əli, 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 biz sənə qurban. Yorulma sənə qurban. Əli, Əli, can Əli,
sənə qurban. Ey dil denəndə madəm Mola fəqət Əlidir. Ta bilsin əhli aləm Mola kimdir? Mola fəqət Əlidir. Adımı yazdır da inşallah. Mənim oxumağım müqəddimədir qardaşım, inşallah gözəl feyz üzmanını alacaq. Qardaşımla birlikdə Kərbaladaydıq, 10 gün orada oxumuşuq, hamımızı dua eləmişik. Gələndən də elə bayram məclislərindəyik, sözün əsl mənasında da boğaz yorğundur. Siz kömək edin ki, inşallah bir gözəl ab-hava yarasın, səs-üz gizlətmə eşq ilə. Ey dil denəndə madəm Mola fəqət ta bilsin əhli aləm Mola fəqət Kəbə tanır əlini, Buzər tanır əlini, Səlman tanır əlini, Qəmbər tanır əlini, Hillu hərəm, Mina və Məşər tanır əlini, Zikri zəban-ı zəmzəm Mola fəqət Əlidir. Deyirsən, bəziləri var əlini tanımır. Bir şəxsi ki, Kəbə tanıyar, Əbuzər tanıyar, Səlman tanıyar. Peyğəmbər buyurdu, ya Əli, səni Allah'tan və məndən başqa heç kim tanıyanmadı. Bax Leylətül Məbitən, gör kim keçibdi candan. Peyğəmbərin yerində kim yatdı canım fəda verdi. Bax Sure-i Hədidə, al mətləbi bəyandan. Heydərdir ki gəlibdir şəmşir asimandan. Bivahimədi hərdəm Mola fəqət Əlidir. Çox yormayım, keçim bu günlərin hadisəsinə. Dəşti Qədir xundan məlulu illət oldu, vəhy oldu Müstəfaya, eşq o iradət oldu, ikmal edim yetişdi, ikmal edin yetişdi, itmam-ı nimət oldu, dini mübinə pərçəm Mola fəqət Əlidir. Mola fəqət Əlidir. Səs gəldi, səs gəldi, səslə dursun hər hacıya Muhammed. Səs gəldi, saxla bu hacıları. Səs gəldi, səslə dursun hər hacıya Muhammed. Qoy başının əli, qoy başına əlini, sən tacıya Muhammed. Bu əmrə baxəbər qıl, hüccacıya Muhammed. Onlar desinlər bahəm Mola fəqət yoruldun istəyir. Bir beyt, son beyt. Allah'ın əmrin icra oldu çöl, Allah'ın əmri icra o çöldə etdi Taha. Taha məsəldə gündür, Heydərdə aydı güya. Bir yerdə durdu gün ay, işıqlanıbdı dünya. Fərmayiş etdi xatəm Mola fəqət Əlidir. Əlidir, Əlidir, Əlidir. Bilmirəm bu suruldu
bu ilahi nəğməni, bu mədhiyyəni necə yazıblar? Mən başlayıram bunu Seyid Peyman qardaşım da buyursun. Məclislərin zinəti, dillər özün əzbəridir. Əli Əli Mola, Əli Əli Mola, Əli 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 Mola, Əli Əli Mola, Əli. Sol tərəfdən daha belə güclü səs gəlir. Əli Əli Mola, Əli Əli Mola, adın gözəlliyinə bax. Əli 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 Mola, Əli Əli Mola, Əli. Cismi də canım Əlidir Əli, tabut əvanım gözdəki nurum Əlidir Əli, həm də qururum Əlidir Əli. Mola, 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 Əli Əli, Əli Əli Mola, Əli Əli Mola, Əli 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 Mola, Əli Əli Mola, Əli. Dertlere derma Əlidir Əli, təbibül olman aşık-ı Sübhan Əlidir Əli, natik-i Kur'an Əlidir Əli. Əli Əli Mevla Əli, Şah-ı Vilayət Əlidir Əli, mehr o məhəbbət Əlidir, hər sözü hikmət Əlidir Əli, kan-ı səxavət Əlidir Əli. Axır beyt oxuyacağım. Aləmə sərvət Əlidir Əli, İslam'a rəhbər Əlidir Əli, Şafi-i məhşər Əlidir Əli, Saqi-i Kövsər Əlidir Əli. Mola, 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 Əli Əli Mola, Əli Əli Mola, Əli Əli Mola, Əli 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 Mola, Əli Əli Mola. İstəsən tapasan rah-ı nicatı, Əli cəmalına göndər nurani bir sələvatı. Her zaman müşküle düşsem diyerem ya Ali. Hazreti Emre kardeşim güzel okudu. Allah Teala sesine bereket versin inşallah. Bayramımız mübarek olsun. Allah bizi Ali ve evladı Ali'den ayrı salmasın. Bilmirəm yorulmuşsuz yoksa necə? Yəqin ki yok. Ona göre Ali'ləri ucadan deyək. Her zaman müşküle düşsem diyerem ya Ali, Behri gemde cile düşsem diyerem Mavciden sahile düşsem diyerem ya Ali, sizden xahişim budur. Şiirin sonunda sağ elimi kaldıracaksan göğe, ucadan deyəcəksən Heydəriyəm mən. Alülləhin aləmdə qulam edəriyəm mən. Ətşan əməli sağərinəm
müşteriyem mən. Saqi oldu məsli qədəhi Kovsəriyəm mən. Nökər demərəm, nökər demərəm, xakərəhi qəmbəriyəm mən. And olsun əlinin canına, eşitmədim, and olsun əlinin canına. Xilqət bağının sərvi dilarası Əlidir. Əlidir ucadan denən. Xilqət bağının sərvi dilarası Əlidir. Gülzar-ı yəqinin gül zibası Əlidir. Xətm-i Rəsulun yar-ı təvanası Əlidir. Əlidir, insan və mələk bəndədir. Bəs Mövlası kimdir? Əli. İndi buna axırda əhsən deyərsiniz. Fəxrimdir Əli nökərinin nökəriyəm mən. Bilmirəm çatdıra bildim yoxsa necə? Qoy ürəkdən deyimə bunu. Ürəkdən deyim ki, o dişanı çıxarda bilim. Fəxrimdir Əli nökərinin nökəriyəm mən. And olsun əlinin canına, and olsun əlinin canına. Bəh, 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 bəh. And olsun əlinin canına, Heydəriyəm mən. Hacı Seymur, Allah nəfəs və bərəkət versin. Özüm orada əyləşdim ha, oranı külək tutmur. Dedim qoy külək vursun Hacıya, Hacı biraz xəstələnsin, oxuya bilməsin, meydan olsun mənim. Dünya tələsir, bir gün Əliyə qonaq olsun. Ey kaş bizə də ölümdən qabaq olsun. Ey kaş bizə də ölümdən qabaq olsun. Əli Mola, Mola, Əli Mola, Mola, Əli Mola, Mola, Əli. Ucadan denən Əli Mola, Mola, Əli Mola, Mola, Əli. Hazır, gəl yaxına qurban olum. 2 nəfər oxuyaq, hə? Mola, Əli, Mola, 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 Mola, Əli. Əli. Bəlkə elə hamımız duraq elə, hamımız duraq qurban olum elə ayaq üstündə, həm hava da soyuqdur, biraz da qızışarır. Əli Mola, Mola, Əli Mola, bəh bəh, Əli Mola, Mola, Əli. La doğulmu bir insan Xudanın evində gəlibdi Kəbədə bu dünyaya. Mola, Əli Mola, əlləri görüm. Əli Mola, Mola, Əli Mola, Mola, Əli Mola. Maşallah, Əli Mola. Hazır gəl başıma dönüm, gəl. Aşıqlar bizi istəyir. Əli Mola, Mola, Əli Mola, Mola. Xeybəri fəth edən Əli, düşməni xar edən Əli, Rəsuli şad edən Əli. Əli, Əli, Əli. Xeybəri fəth edən Əli, düşməni şad edən Əli, düşməni xar edən Əli, 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 Əli,
Yetimler pənahı, məzlumların ahı, möminlərin şahı, möminlərin şahı, Ali, 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 Ali. Mən dil açan nam demişəm, olmadı mən dil açan nam demişəm, ayaq tutan nam demişəm, uşaqlar uca desin, dərs oxuyan nam demişəm, süt əmib nam demişəm, Ali, 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 ya Ali, Ali, Ali. Ali, Ali, ya Ali, 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 ya Ali. Allah'ın aslanı, həqiqət dastanı, Fatimənin canı, Fatimənin canı, Ali, 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 Hamımız məddah olar, ya Allah. Ay ta nəfəsim var deyərəm ya Əli, ta nəfəsim var deyərəm ya Əli. Can sənə qurban edərəm ya Əli, can sənə qurban edərəm ya Əli, 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 ya Əli, 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 Ali, 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 can Ali, 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 can Ali. Əgər pərəndələr uçar, səmada rəfət eşqinə, əgər çəməndə lalələr gülər təbiət eşqinə, biri də səzdiyə əgər düşübdür cənnət eşqinə, bu aşıqlər nəfəs çəkər fəqət Əlinin eşqinə, fəqət Əlinin eşqinə. Mənim aləmdə sultanım Əlidir. Görüm hələ boğazınızda nə qədər gücünüz var. Ah, mənim aləmdə sultanım mənim miri cahanbanım, behişti zahidə verdim sərasər, mənim gülzar-ı rizvanım Əlidir. Əgər Hacı Teymur əzizim, əgər bir kimsənin, hər kimsənin bir şahı olsa, mənim də şahı şahanım Əlidir. Ya Mürtəza, Əli, Əli, ya Mürtəza, Əli ilə beyət eləyək, ya Mürtəza, Əli, Əli, əlləri görün Mürtəza, Şahidin Əli, Mahidin Əli, ey Peyyəmbərə canişin Əli, Şahidin Əli, Mahidin Əli, ey Peyyəmbərə canişin Əli. Buyurdu mən kuntu Mevla Nəbi, verib sənə bu gözəl mənsəbi. Buyurdu mən kuntu Mevla Əli, verib sənə bu gözəl mənsəbi. Ya Mürtəza, Əli, Əli, ya Mürtəza,
Əlimdən gilə düşsən deyərəm ya Heydər. Mövcidən sahilə düşsən deyərəm ya Heydər. Ağama qurban olun, ağama qurban olun, gözlərinə müştəriyəm. Baxsa da nökəriyəm, baxmasa da nökəriyəm. Baxsa da nökəriyəm, baxmasa da nökəriyəm. Bundan icazə var 200 metr oxuyalım. Baxsa da nökəriyəm, baxmasa da nökəriyəm. Mən fəqət bir vərəq, bir məqəm candı əli. Mən gədai dəri eşqəm vəli sultandı əli. Mən həmən nuri zəifəm ki Süleymandı əli. O yaman gündə əlimdən tutacaq nökəriyəm. Tutsa da nökəriyəm, tutmasa da nökəriyəm. Tutsa da nökəriyəm, tutmasa da nökəriyəm. Tutsa da nökəriyəm, tutmasa da nökəriyəm. Kim onu bilməsəm ola, necə rahat öləcək. Mən o Mevlaya dəxiləm, ürəyim dincələcək. Bərəkallah. Can verəndə bilirəm başımın üstə gələcək. Bunlar nə üçündür bunlar? Bu mövludlar, bunlar hamısı mən özüm üçün onu istəyirəm. Can verəndə gələr başımın üstə. Can ver, əvvəldən oxuyam. Kim onu bilməsəm ola, necə rahat öləcək. Mən o Mevlaya dəxiləm, ürəyim dincələcək. Can verəndə bilirəm başınızın üstə gələcək. Allah eləməsin, söz budur. Allah eləməsin birdən, Allah eləməsin dilim qurusun, gəlməsə əlidən üst çevirəcəm, yox valla. Önləm asudə o gəlsə adının əzbəriyəm. Gəlsə də nökəriyəm, gəlməsə də nökəriyəm. Gəlsə də nökəriyəm, gəlməsə də nökəriyəm. Gəlsə də nökəriyəm. Deyirəm Hacıcan, biz o gün Qədirxumda olmadıq. Ləbbeykə ya Əli demədik, amma bugün bu məsciddən, bu ünvanla, sidq ürəklə, eşq ilə, bütün vücudumuzla, bütün səsimizlə şəhadət veririk. Əşhədü ki dünyaya gelip, o bir insandı ki Allah beğenip, o bir insandı peygamber de deyip, elinin zərbesi dünyaya değer, elinin zərbesi dünyaya değer. Ali, əmirəl müminin Heydəri, olup məzlumların əli, yavəri, gözəl adın dilimizin əzbəri, düşəndə müşkülə çağır, Ali, düşəndə müşkülə çağır, Ali. Ya benim şirk değil bu, boş şeyler sözler var. Ya Ali şuar, şuar. Düşəndə müşkülə çağır, ya Ali, 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 can Ali. Ya Ali, 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 Ali,
قسيم النار والجنة علي علي حبه جنة قسيم النار والجنة وصي المصطفى حقه إمام الإنس والجنة عشق olsun, eşk olsun, eşk olsun, eşk olsun, Ali'nin aşıklarına eşk olsun. Bayramımız mübarek. Eşk olsun, eşk olsun, eşk olsun, eşk olsun.